Siz uşağın ölümünü atanın günahına bağlayırsınız. Bu ne absurd fikirdir. Ne absurd fikir olsun. Uşaq niye öldü be? Uşağa ne günahı var? İndi bax bu ata əgər birini bədbəxt edibsə, birinə pis baxıb, pis deyibsə, zina söz, zina göz. Zina mənəvi yoxsulluqdur. İtirazına qul olmaqdır. Və zinakarlıqdır, pozğunluqdur. Zinanın iki qolu var. Göz zinası, dil zinası. Göz zinası ya şəhvətlə baxmaqdır, ya pis baxmaqdır. İğrənc fikirlərlə baxmaqdır, iğrənc sözlər deməkdən dil zinasıdır. Yeri gəlsə zinakar. Görürsən, İsa fahişəni bağışlayır, amma ona zina sözlər deyənləri yox. Çatdı sizə. Göz zinası, dil zinası bağışdan alınır. Bu da atalarda boldu. Bundan doğula bilər. Ananın bədduasından doğula bilər. Bəli. Niye uşaq? Bu Quranda aydın yazılır. Yəni bunun hikməti Qurandan gəlir. İnsan xeyirli dua etdiyi kimi bəddua da edər. Əgər Allah bu bəndənin bədduasını qəbul edərsə qarğışını, adi bir cüzi bir dənə git səni zəlil qal. Zəlil qalacaqdır. Əkdinə qal bunu. Sözün hükmü var, qüvvəsi var. Ağızdan çıxdısa, çor dedin çoru da adacaqsan, can dedin canı da adacaqsın. Anladın mı? İnsan xeyirli dua etdiyi kimi bəddua da edər. Əgər Allah bu bəndənin bədduasını qəbul edərsə, anındaca ya onun özünü, ya da evladını məhv edər. Lakin Allah bəndəsini cəzalandırmaqda səbirlidir. Bəndə isə söylədiyi sözün və gördüyü işin axırını gözləməyə hövsələsi çatmaz. Yəni, özündən çıxır, ağzına gələni deyir. Sonra peşman olsa da dedi, o əkildi, sonra da ona dadızdırılır. Görürsən, bu mənim sözüm deyil, absurd deyil, bunu Quran deyir. Ya özünü, ya evladını məhv edər. Niye evladını? Ya özünü cəzalandırır, ya da özünü evlat acısı ilə cəzalandırır. Bunu işinə kim qarışa bilir? Fikrinə saygı duyuram, fikrində qala bilərsən, amma bu sözlər düşdü qəlbinə. Bir gün bəhrə verəndə gəlib etiraf edərsin. Məsləhətinə şükür.